Uşaqlara nə deyirdi? Arıqlayıram, nə deyirdi? Soruşurdu ki, arıqlamışam, düzündür anam. Sözün düzün demək lazımdır, arıqam. Hə, deyirdi ki, arıqlamışam. Yəni istəyirdi də, belə başa düşürəm, arıqlamaq istəyirmiş. Belə bir fikrimiz olmamışdı. Bu axırı söhbətləridir onun. Baxın görün arıqlamadım, bax belə üçün arıqlamamışam deyir uşaqlar. Mənim 17 illik ailəm bir ayın içində baş açılmadı. Nədir? İtdə çıxdı, getdi, dağıldı. Və salam, atıb qara siyahıya. 17 ilin qadını qara siyahıya atmaq nə deməkdir? Bayram eşidirsən mənə? Mən sənin o 7 uşağın 7-sinə də imtina edirəm. Mənə nə sən lazımsan, nə də sənin o 7 dənə yalancı, vicdansız uşaqların. Söz bitdi, qutardı, vəssalam. Bir də mənə yazma, mənə heç nə eləmə. Narahat eləmə mənə. Məhkəmədə vəkilim gəlib, nə lazımsa eləyəcək. Amma əvvəllər belə olmayıb. Olmayıb yana. Elə bir şey. Gözəl insan. Biz ibadət eləyirdik, namaz qılırdıq. Bizi ağlayırdı orada, mama da hamında ağlayırdı və eləmədə xahiş edirəm sil onu. Yox, sil onu burada deyib, orada nə deyib? Və eləmədə xahiş edirəm, o da iki səbir elə, keçib gedir, dur. Bunlara hədə qorxma, ana yalvar yaxar eləyib. Nə deyib sənə? Danış. Yalvar yaxar eləyib ki, deməyin əşinə, o adam yoxsa gəlib hamımızı öldürər. Elə deyib, hə? Görsən, İnayır mən, bax bu belə deyib. Elə heç onu demirmiş ki, o qorxurdu. Qızım, 6 qız, bir oğlandı, bəli. Anaları çıxıb gedib. Sizə indi bir ailəni təqdim eləyəcəm. 7 uşaqdır və bir atadır. Bu atanın, bu ailənin həyat hekayəsini gəlmişəm çəkməyə. Gördüyünüz uşaqlar, 7 uşaq, 6 qız, bir oğlandı, bəli. Anaları çıxıb gedib, uşaqları atıb gedib, artıq 27 gündür. Yoldaşı da mənim evimə ayaq açan, bu təcavüzü törədən tapılıb qanunvericiliyə təhvil verilsin və gün nədirsə cəzalansın, onun təqsiri üzə çıxsın. bunlar da uşaqlardır. İndi bu uşaqlara siz baxırsınız da, hə? Bəli, mən baxıram. Çəkilişin ictimailəşdirilməsinə razılıq verirsiniz özünüz. Təbii ki, mütləq, bütün respublikada. Çünki bu üzə çıxmalıdır. Nədirsə, nə dörsə, bu bilinməlidir. Mən xahiş edirəm. Buradan yenə də deyirəm ki, bilirsiniz, o qadın qorxur. Uşaqlarımın anası qorxur, həqiqəti üzə çıxarta bilmir. Bu adam onu qorxuya, vahiməyə salıb həm də. Darıxmısınız anavuz üçün, yoxsa necə? İstəmirsən? Bunları elə bir ki, biraz cot davrandığına görə... Darıxmamısınız, istəmirsiniz ananızı. Və siz? İstəmirsiniz? Niyə görə? Pis hərəkət törədib. Qızım, ola bilsin ki, həyatda başqa şeylər də var, yəni bildin. Yəni, ola bilər ki, bu burada ola bilər, yox, bu çox güman ki elədir. Bəli. O kəsin burada nə işi var idi ki? Biz sənin ananda indiyənə kimi belə əxlaqsız hərəkətlər olur. Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Qardaş, mən bu binanın qabağındayım da, bir dənə çıxardınız. Salam, bu evdir. Bura. Bəli. Klonkalı olan. Bəli. Hamısı qızdır. 6'sı qızdır, biri oğlan. 6'sı qızdır. Allah saxlasın, Allah Çox saxlasın. sağ ol. Keçin mənə. Siz burada kirədə qalırsınız, ha? Bəli. Burada kirayədə yaşayırıq. Artıq ümumi 16 ildir bu binada. Demək, ya 14 ildir bu binada. Əyləşin, suallarım var, bir-iki dənə sualım var. İstərdim ki, cavablandırasınız. Mənim çox belə sirkələdi bu söhbət və ona görə durdum, gəldim. Yəni, hər bu cür ailəvi məsələlərə, ailəvi söhbətlərə mən reaksiya vermirəm. Amma burada məhz, siz də dediyiniz kimi, narkotik olduğuna görə şübhələnirsiniz ki, narkotik ehtimalı var deyənə, mən gəldim. Necə olub? Əvvəldən danışın. Sizin adınız nədir, qardaşım? Adım Bayramdır mənim. Bayram. Bəli, adım Bayramdır. Bizdə... Dərdiniz nədir? Bax, onu danışın. Problem nədir? Bizdə belə bir problem yox idi, Nail müəllim. Elə bir ki, getdik, gəzdik ailəmlə, həmin günündə gəldik. Ondan sonra növbəti gündə oyandıq ki, qadın yoxdur evdə, evin qadını. Evi tərk eləyib, çıxıb gedib.
Biz müəmmalı uşaq gəldi ki, mama yoxdur gedib. Çox belə müəmmalı qaldıq bu məsələdən ki, bu nə ola bilər, nə məsələ. Neçə gün bundan öncə? Artıq ayın 4-ü gedib, oktyabrın 4-ü. Bəli. 2025. 2025 bəli. Bu gün də artıq 26 gün keçib də, 27 gün. Bəli, elə keçib tarixdə. İndi sonra zəng elədim ona ki, bəs nə olub, nə məsələdir belə, götürmədi. Yazdım. Yəni sonra zəng elədim, açdı, bəs dedi ki, bəs mən ayrılıram. Mən də soruşdum, yəni təbii ki, niyə görə də biz yaşayırdıq, hər şey öz qaydasında. Neçə il idi ailə həyatı? 17 ildir. 17 ildir bir yerdə yaşayırdınız. Bəli, 7 uşağımız var bu nigahdan. 6-sı qız, biri oğlan. İndi müəyyən çətinliklər hər bir ailədə olur. Müəllim, yəni biz də kiraya qalan adamıq. Mən işləyirəm. Məsələn, nəyə gücüm çatır, ailəmi təmin eləməyə çalışıram. İndi dövlətdən də biz sosial yardım alırıq, çox uşaqlığa görə müavinət alırıq, belə bir şeylər. Nəsə bundan soruşdum, amma bu dedi, yox, ayrılıram, belə eləyirəm, vəssalam, bu bitdi, qutardı, belə oldu. Yəni belə, bilirsiniz, səbəb olmadan, bir izahat verilmədən və s. bu məsələyə belə xitam vermək istədi. Mənim uşaqlarımdan biri gəldi, dedi ki, baba, olar bir söz deyim, mən də dedim, buyur qızım. Dedi, bəs bizdə evə belə bir şey olub, belə bir adam gəlib, sən növbədə olanda mən smena gedirəm, bizdə 24 saat deyişir. Dedi, bəs belə adam gəlib, yad əmilər, 2 nəfər gəlib, hətta belə olub, belə olub. Uşaqlar tanımayıb o yad əmiləri? Tanımayıb, xeyr, tanımayıb. Yəni, necə tanımayıb? Tanıyıb, 4 uşağım oyaq olub. Onlar biraz ayıq-sayıq uşaqdırlar, gecə olub, saat 2-də, 3-də. Belə vizual tanıyırlar, görüblər. Məsələn, biri üzü tüklü, biri nə bilim papaqlı, belə. Mən uşağa dərin inanmadım, amma bu məlumatı yoldaşıma ötürdüm ki, uşaq belə bir söz danışır. O başladı aqressiv yanaşmağa, qışqırmağa, öz anasına da orada rayona gedib də, anası gilədi. Hansı rayondur? Əlibayram. Orada bildirdi ki, bəs budur, məni belə deyir, pozğun deyir, belə eləyir. Başladı məni pisləməyə, ay nə bilim, belə olub, elə olub, sən belə pissən, beləsən, yüzlərlə sözlər mənə yağdırdı. 20-ci gün idi, Nariman müəllim, bunun üstündən keçdi ki, bu yox idi yoldaşım. Bir nəfər şəxs bizim, baxın, bu telefona, bu Redmi, bu telefona başladı yazmağa. Bu mənim evdə olan telefonumdur, övladlarımla əlaqə saxlamaq üçün. Başladı yazmağa, belə, burada mən sizə göstərə də bilərəm onu. Deməli, gecə saat 1-ə işləyirdi, neçə idi, baxın, burada hamısı var. Bir dəqiqə onu, bax, budur. Başladı buradan, yuxarıdan yazmağa. Mənə. Salam, mən də yazdım salam. Necəsən, sağ ol, niyə belə edirsən, hə? Mən də soruşuram nəyi? Özün yaxşı bilirsən. Mən burada şübhələndim ki, bu artıq nəsə müəmmalı məsələdir. Bundan söz almaq üçün nə isə yazdım, anlamadım, yazdım, tanımadın güya. Hə, dedim, yox, səs at görüm, burada yazdım, nə isə yazmışam. İlahə mənim yoldaşımın adıdır. İlahə, sən deyilsən güya, zəng eləyir, götürmədim. Təbii ki, mən uşaq deyiləm. Yazdım, neyniyəcəksən ki? Niyə belə edirsən, mənim ölməyimi istəyirsən? Bax, burada hamısı o zənglərdir, dayanmadan zəng eləyir. İlahə, telefonu aç, vallah peşman olarsan, onda da mən həyatda olmayacam. Sən öl deyirəm, pis olacaq sənə, bu onun şəklidir. Bıçaq diriyib qoluna bu şəxs, qolun kəsmək istəyir. Sonra and ol Allaha bu dəqiqə yazıb ki, kəsəcəm. İlahə, sənnənəm. Bu şəkildə, nə qədər, 2 gün yazdı bu adam dayanmadan. Hamısı buradadır onun yazdıqları. Mən çox pis oldum təbii ki, bu hala. Bilirsiniz, bu həyatda bir kişi üçün çox ağır haldır, ən ağır hallardan biri. İlahə, telefonu aç, başına dönüm. Bəli. Məni az da olsa sevirsənsə, telefonu aç. İlahə, bəsdir, aşkım, ilahə. Sonra cavab ver mənə. Özünü sevdirib getdin. Hə, niyə məni bu günə qoydun? Səni səndən istəyirəm, ilahə. Deməli, bu şəxs, onda mən belə başa düşürəm ki... Bu şəxsi övladlarım tanıdı. Tanıdı, aha. Bax, mənim uşaqlarım sразу dedi ki, papa, bu idi, papağıyla taxıb gəlirdi bura gələndə. Sonra başladı, açıldı məsələ, bir-bir danışdılar. Evə gələn bu idi. Evə gələn bu şəxsdir. Hətta birinci evə gələndə yanında bir nəfər üzü tüklü adam da olub. 2 nəfər gəlib. Sonra bu tək gəlibmiş.
Pəncərədən o tərəfdən uşaqlarım, mənim balaca uşaqlarım oradan nəsə atır, götürür. Məsələn, yoldan keçəni çağırır ki, bunu ver mənə, onu ver mənə nəsə. Bu buradan başlayıb. Deməli, övladlarım deyir ki, baba, mən dedim ki, onu ver bu əmiyə. O əmi gəldi onu verməyə. Sonra anamız gəlib anaları düşürtməyə, düşün aşağı. Orada belə görüblər, orada deyim, nə verim? O yoldaşıma deyib. Yoldaşım da qayıdıb ona deyib ki, heç nə lazımdır. Hansı övlad, neçə yaş var o övladınızın? Çağıra bilərəm. Hə, çağırın zəhmət olmasa, görək nə gördüklərini danışsın. Ayşə, gəlin bura Məryəm. Gəlin balam. Əsma. Qoy balaca qalıb, o bilməz. Düzəlt başı, gəlin, keçin Ayşə. Keçin. Bu övladlar sizin, yəni atası sizsiz də? Bəli, hamısı sizdən. Bu mənim övladlarımdır. Sən görmüsən, bu görüb də danışa bilən, danışa bilən hansı? Əyləş qızım. Məryəm, necə oldu ən əvvəldən danış, siz pəncərədəydiniz. Ora nəsə deyirsiniz, atırsınız, düşür, nə olur? Bu necə baş verdi? Özün öz dilindən danış. Əvvəl biz ora nəsə atmışdıq, əvvəl çoxdan olmuşdu. Mama orada dördü. Biz verdik, əmi bunu ver də, əmi gəldi, nə verim? Hansı əmi Məryəm? Bir dənə papaqda əmi idi. Bu şəkil var ha, göndərib, onu nəzərdə tutursan, yoxsa başqa adam mı? O şəkilləçi idi. O deyir ki, nə verim? Biz deyir ki, bunu ver. Sonra mama açdı qapıları, deyir ki, nə ersiniz? Otağın qapısın. Nə ersiniz? Düşün pəncərdən. Sonra mama gəldi, dedi ki, sağ ol, istəmir, vermə. Ona dedi, o adama, hə. O neynədir? Gülümsədi, nədir? Güldü, dedi ki, sən də sağ ol, getdi gül dərdi. Sonra gətirib mamaya verdi, gələ. Sonra bizə paketlər verdi. Dedi ki, bunu mamaya verərsiniz. Onun növbəti gündə olub o gəlib elə deyib. Paketin içində nə var idi? Növbəti gün deyib Məryəm. Nail əmi görünən soruşur. Paketin içinə baxmamısınız? Yox. Yox. Sonra nə idi dedim? Paket bir də konfet verib. Bunu mamaya verərsiniz. Sonra biz yemədik, mamaya verdim. Mama gələ, sən ver o əmi. Konfet necə konfet idi? Boz rəngli konfet idi. Yəni şokolad soğurma yoxsa necə? Soğurma idi. Soğurma verdi, bunu mamaya verərsiniz. Sonra biz dedik ki, mama əmi sənə verib. Sonra götürdü əmi mamadan verdi. Deyir ki, pəncərə bağını düşün. Sonra bəs bu evə gəlməyi necə olub? Soruşum müəllim onda uşağa. Evə necə olub? Mən onu danış, özgür. Evə də girib qızım. Gör Nailəmindən soruşur. Evin içinə də girib? Hə? Saat neçədə? 11-də zatda. Axşam? Yox, saatı bilirsən neçədə? Yox. Neçə idi? Hə. Papa işdə idi. Papa smendə idi işdə. Mama axşam, biz axşam idi. Bir də gördük ki, evə əmi girib. Biz də oturmuşduq içəridə. Mama ilə burada mamanın üzünə şillə vurdu ayaq üstə. Mama da sifətini belə elədi. Kim şillə vurdu? O evə gələn əmi. Bu şəkildə olan? Bu şəkildə olan kişi. Bax bir dənə. Bir də bax göstər. Bir də bax. Bu adam idi. Bu adam idi buran. Uşaqlar, siz də bunu görmüsünüz. Evimizə gələn. O anaya şillə vurdu. Anan neynədi? Mama da ağlayırdı. Sonra nə oldu? Sonra da deyir ki, uşaqlardan çıxın. Əmi dedi. Sonra biz də çıxdıq. Harada idi ki, bu otaqda idi? Sonra çıxdı, bağladı. Buradan çarladılar. Sonra biz də qapının ağzında dayanmışdıq. Bəli, nə səs gəlirdi? Otağın qapısını bağladılar elə. Bu otağın qapısını. Sonra nə səs gəlirdi deyirdim Məryəm içəridən. Siz qulaq asırdınız oradan. Mama deyirdi ki, eləmədə sil onu. Ola deyir ki, sonra sildim. Sonra bu otaqdan belə səslər gəldi. Sil onu, çəkmə yanı belə, nəysə. Nəsə çəkirdi ki, silsin, yoxsa necə? Eləmədə sil onu. Ola deyir ki, sonra sildim. Sonra buradan taxta səs gəldi. Kimsə yeri taxta vurdu. Sonra öyle səs gəldi. Buradan belə səs gəldi. Eləmə. Bildim mənim. Öyle səs gəldi bir də buradan. Sonra nə oldu? Sonra mahkum səs gəldi. Sonra kimsə burada ayaq üstə dayanmışdı. Siz orada pəncərədən görürdünüz, hə? Hə. Bəs qapı sonra açıldı. Mama düyməsini bağlaya çıxırdı. Deyir ki, yəni görüşün əminlə gedirəm. Bəs o hamam zat dedin, nəsə belə bir sözlər danışırdın, ha? Dedin ağlayır. Mesela mama ilə O necə olub? Ona nətər olub o məsələ? Evə gələndə biraz burada oturmuşlar. Uşaqlardan durunsun, kuxnaya keçin. Oradan çıxmayın. Bu həmin gün olub, Məryəm. Həmin gün o şillə vurduğu gün. Sonra girlər, hamamı bağladılar. Hamamdan və su səsi gəlirdi. Əvvəl hamama girdilər, sonra bura, yoxsa bura girdilər, sonra hamama girdilər? Əvvəl hamama girdilər, sonra bura. Onda əvvəl orada olublar. Necə olub, onu da danış.
ora girdilər. Uşaqlar kunadan çıxmayın ha. Sonra əvvəl səs gəlmirdi. Sizi kunaya saldılar. Hə. Sonra tualetdə oturmaq səsi gəldi. Sonra su səsi. Oturmaq necə? Və bir kimsə tualetdə oturur. Plasmasının səsi tualetin elə. Ha. Tuvaletin düşün səsi gəlir sonra. Mama deyir, eləmədə xahiş edirəm. Vəsə, eləmə. Oğlan deyir ki, vəsə, səbir elə, vəsə, qutarır. Ya nə ağlamağın dedin, nə deyirdin siz qapıdan qulaq asırdınız, necə oldu? Biz də ağlayırdıq orada, mama da hamı da ağlayırdı. Eləmədə xahiş edirəm, sil onu. Yox, sil onu burada deyib, orada nə deyib? Eləmədə xahiş edirəm, vəsə, o da deyir ki, vəsə, səbir elə, vəsə, keçib gedir, vəsə, dur. Vəsə, aydındır qızım, aydındır, başa düşdüm. Vəsə, bildiyim əsas o qızlar görür, uşaqlar görür. Bəli, bu uşaqlarım görüb hamısı. Qızım, bir dənə söz soruşum səndən. Bu əmi bu evə tez-tez gəlirdi, yoxsa onu danış necə oldu? Necə oldu? O iki nəfər zət dedin ha. 2 dəfə gəlib, əvvəl birinci dəfə gələndə 2 dəfə gəlmişdi. Biri üzü tüklü idi, biri də həmin o şəkildəki. O gün nə oldu, onu da danış. Onda biz burada oturmuşduq. Mama deyir ki, nəzarət elə onlara. Nəzarət elə onlara, indi gəlir. Buranı bağladılar və qoymaya çıxsınlar. Özləri getdi. Sonra çıxdılar özləri? Yox, buradan çıxdılar. Siz burada kimdən qaldınız otaqda? Üzü tüklü ilə. Üzü tüklü, hə. O sizi vurmaq kim, hansı vurmuşdu sizi, dediniz? Mən o şəkildəki, üzü tüklüdə Əsma ilə Aysə. Sən vurmuşdu? Hə, o şəkildəki. Nətər vurmuşdu? Burnuma yumruqla. Doğru deyirsən? Hə. Yox, necə vurmuşdu, burnuma necə, o göstərdi nə, belə barmaqları? Barmaqlarını vurdu. Bəs başa qapaz vurulan kimi də yıxılıb, dediniz? Aysə. Aysə, səni var ha, başıma qapaz. Sən də başına vurub, əmi? Qapaz oldu, sonra ağır söz söydü, itəlib. Ağır söyüş söydü? Böyrəyinə vurdu, ayağını itələdi. Böyrünə. Həmin o 2 nəfər elə, üzü saqqallı, bir də o birisi çəkir. Saqqallı vurdu, papaqlı. Üzü tüklü Aysə vurdu. O şəkildəki də mənə vurdu. Bir də nəyə soruşacaqdım mən, bu bir dənə də nüansı var idi, Nariman. Deməli dedi ki, o biabırçılıq nüansda bu temaları da bizimki ucu bu yerə çatıb. O hamam söhbətindən sonra nə olmuşdu Məryəm? Dedin, səni çağırmışdı bura. Köynədə oturmuşdu, bir də şeydə oturmuşdu. Alt paltarında. Kim? Şəkildəki. Mənə çağırdı və otur burada. Sonra qucağında oturmuşum. Sonra keçin böyründə oturdum. Mən ağlayırdım, istəmirəm. Başını əyirdi mənə. Sənin başı. Bildim. Qızlar, siz çıxın. Gedin balam, oynayın. Gedin, oynayın. Bu uşaqlar heç vaxt yalan danışmır. Bəli. Heç vaxt. Mən dəfə də soruşmuşam, eyni söz uşaq yalan danışmır. Bu şəxslə bağlı, bax mən burada müraciət eləyirəm. Mən çox xahiş edirəm. Bu şəxslə bağlı ciddi tədbir görülsün. Bu şəxs uşaqlara, yanında gələn saqqallı kişi ilə, özdə mən bunu get kontaktda vurdum, hərbiçi çıxır. Bəli. Hə? Bəli. Dövlət işində işləyir, hərbiçi çıxır. Bax bu şəxslə bağlı ciddi tədbir görülsün. Böyük qızım danışır ki, mən çox üzr istəyirəm indi bunların hamısını qoyuram ortaya ki, qoy məlum olsun. Böyük qızım deyir ki, buradadır. Anamda üzr istəyirəm, qanaxmalar olurdu artıq. Qanaxmalar, yəni onun başına gələn oyunlar nəticəsində burada nə olubsa, onun qanaxması var idi mənim yoldaşımın. Deməli, o onu qorxudurmuş, terrorizirlik elirmiş. Övladlarım deyir ki, pəncərəyə daş atırdı. Bax o adam burada. Burada kamera da var, polisin kamerası və s. Pəncərəyə daş atırmış. Yəni bu qadın axır vaxtlar arıqlamışdı lap belə. Mən başa düşmürdüm, soruşurdum ondan ki, niyə beləsən? Deyirdi, borclarımız var və s. Çox arıqlamışdı. Çox arıqlamışdı Nail mənim. Mən sizə xanım... Mən şəklini gördüm xanımızı, başı bağlıdır. Siz təsəvvür edin ki, arıq, üzü belə arıqlamışdı. Uşağı deyir, mənim övladım deyir ki, anam belə qabuyan yerdə donub qalırdı. Su basırdı hər yerə. Gəlmişəm ki, ayağına, neynirsən, bağlayıb suyu. Evdə yuxulayırdı ana bütün günü, agresiv olurdu, övladıma ağır söz işlədirdi. Övlad, məsələn, uşaq soruşub ondan bir söz, qayıdım ona, mən indi bilmirəm, kamera sözü demək olar olmaz, yəni belə deyək də, ən ağır formada sənə
aidiyyəti yoxdur sözünün ən tərbiyəli şəklində deyib. Get buradan belə. Amma əvvəllər belə olmayıb. Olmayıb yəni. Elə bir şey. Gözəl insan oldu. Biz ibadət eləyirdik, namaz qılırdıq. Düzdür, bizim səhvlərimiz olub yoldaşımla misal üçün. Hər hansısa bir şeyə şirinlikləşmişik və s. Məsələn, o tapırdı ki, nə bilim, nə var, nə oyunlarda udmaq olar, nə olar. Belə şeylər olub. Amma bizdə belə şeylərimiz olmayıb. Yəni ki, deyək ki, yoldaşım söyür, belə eləyir. Elə bir adam olmayıb. Axırı vaxtlar övladlarım danışır, çox aqressiv olurdu. Ancaq su qoyurdu yanına. Suyu az içən adam idi o. Su qutaran kimi deyirəm ki, tez onu doldur. Orada oturmuş övladlarla başını divara qoyub yatırmış yəni. Gecələr aktivləşirmiş, deyir ki, gecə saat 3-də 4-də övladımı durğuzurmuş ki, dur zibillə rahat başlayıb balkonda tez yığış, səhərə kimi belə işlər görürmüş. Mən başa düşmürəm, müəllim, yəni ki, bu hara gedir? İndi xəbəriniz yoxdur 27 gün yoldaşınız hardadır? Məni bloka atıb, axırıncı və danışıqlarımızdan sonra ondan sonra bu adam incidi ki, belə olub, nə mənə pozğun deyiblər uşaqlarım, nə? Dedi ki, burada səs yazısı var. Dedi ki, mənə nə sən övladların lazımdır. Hanı səs yazısı? Siz bu haqda polisə məlumat vermişsiniz? Mən polisə 3 dəfə bildirmişəm, yəni bu haqda. Anası da deyir ki, gəlmirəm ha, heç nə lazım deyil mənə, nə övladlar, nə də sən. Deyir, amma indi məhkəməyə verib. Gedib məhkəməyə verib, indi fikrini dəyişib ki, mən 4 uşağımı orada götürəcəm, belə eləyəcəm. Məhkəməyə, mediasiyaya getdim mən də orada. Birinci şey o idi da, mediasiyadan geçdi. Baxın burada. Mən o uşaqların 7-sindən də imtina edirəm. Onun elə mundar dədənin, elə mundar uşaqlar mənə lazım deyil. Xahiş edirəm Semiz xanım. Mənə cavab verin. O uşaqları öyrədir. Uşaqlar mənə üzmə deyirlər ki, mən pozğunam, pozğun şey eləmişəm, belə nalayiq sözlər deyirlər. Mən istəmirəm heç onun uşaqlarını da. İmtina edirəm 7 uşağın 7-sindən də. Bayram eşidirsən mənə? Mən sənin o 7 uşağın 7-sindən də imtina edirəm. Mənə nə sən lazımsan, nə də sənin o 7 dənə yalancı, vicdansız uşaqların. Söz bitdi, qutardı, vəssalam. Bir də mənə yazma, mənə heç nə şey eləmə. Narahat eləmə mənə. Məhkəmədə vəkilim gəlib, nə lazımsa eləyəcək, uşaqlardan da imtina edərəm. Götür o uşaqların, o da sən, vəssalam. Bir də mənə yazma, mən axtarma. Mən öldüm sizin üçün, söz. Siz, müəlliməm, təsəvvür edirsiniz, necə böyük bir pavarotdur. İndi burada hələ bu xanım, yəni yoldaşım, söyüşlər, məsələn, özündən çox-çox böyük xanım ona yazıb, anamın xalasıdır, bildirir ona vəziyyəti. Burada ağır söyüşlər söylür, yəni. Etmədir. Mənə maraqlı deyil, başa düşürsünüz. Belə el-elə getsin seyirə. Neyinir, götünlə belə daşa dırmaşsın. Bax, belə söyüşlər söyür, yəni. Qoyun buradan qulaqsa. Görərəm, neyniyərəm, adam taparam. Ay balam, mənə maraqlı deyil, başa düşürsünüz. Belə el-elə getsin seyirə. Neyinir, götünlə belə daşa dırmaşsın. Belə mənim vecmədir. Məni nəzərdə tutur. Mən bayrama tüpürmüşəm, qutarmışam. Məni nəzərdə tutur. Bax, bu soyuqluqlar neçə vaxt əmələ gəldi Bayram? Bizdə, müəllim, soyuqluq yox idi. Mən işdə idim, sentyabrın 25-i mənə yazdı ki, bəs Allah bizə niyə kömək eləmir, biz bəs belə, yəni o nə istəyir, ailəmizin dağılmağın, bəs şey olmağın, nədir bu, başımıza işlər gəlməyin. Mən məhtər qaldım, dedim, bizim niyə, Allah elə şey istəməz heç və Allahdan yalnız xeyirdir. Bəs sən niyə belə fikrə gəlsən və s. Mən başladım onu yenidən dəvət eləmək ki, ibadətə və s. belə şeylərlə ki, bu düzgün deyil, belə fikirlərin daşın, yəni bizdə soyuqluq yox idi. Mən özüm şokdayam. Yəni bu necə insan belə bu ağzına tərbiyəsiz ifadələr gətirə bilər? Amma yox idi əvvəllər elə şey. Yox idi. O qadında söyüş söymək, belə şey nə gəzirdi? Bu insanda 17 il ərzində görməmisiniz. Müəllim, olmayıb. Yəni mən deyim ki, misal üçün ki, bəlkə də nəsə biraz həndəvərdən kənar söz danışa bilərdi, nə vaxt olub, o da heç yadımda deyil. Yəni belə sözlər bizdə heç vaxt olmayıb, müəllim. Mən Bakılıyam, onlar Əli Bayramlı istiqamətində, Şirvan rayonundandır belə. Biraz indi bilirsiniz, müdaxilələr olurdu, müəllim. Yəni nə yalan deyim, anası tərəfindən çox müdaxilələr olurdu ailəmizə. Çox müəyyən nüanslar var ki, onları mən istəmirəm açıq. Məsəl bax, bir dənə sual verin Bayram, indi neçə yaşınız var qardaşım? Mənim 40. 40 yaşınız var. Yəqin ki, dünya görüşünüz çoxdur. Bildiyim siz neçə özdə Bakıda böyüyənsiniz. Neçə faiz ehtimal edirsiniz ki, sizin həyat yoldaşınız
bu narkotikdən istifadə eləyə bilər. Deməli, Onun təsirindən belə ola mən bilər. heç yatsam yuxuma girməzdi ki, mənə hətta onun əlində narkotik maddə belə görsəm, mən inanmazdım ki, ondan istifadə eləyər. Yəni bu bizim ədəbiyyatımızda yoxdur belə şey. Yəni bu hara, narkotik hara? 7 uşağın anası mənim həyat yoldaşım hara. Adi o mahnıya kimi oxuyub, apatı, belə nəsə mahnı düşüb dilinə. Yazdım, baxdım, görürəm ki, yəni tamamilə xarici mahnıdır, amma bu dilinə belə mahnı. Bizdə belə deyək ki, bu musiqilərə qulaq asmaq, bu səmt götürmək olmuyor. Uşaqlarımı söyməyi bu şəkildə, bu xanımın, yoldaşımın yəni bu cür tərbiyəsiz danışıqları mən buna baxıram, o sverqa eləyirəm ki, axı bilirsiniz necədir, fikrini çatdırmaq istəyən adam bildirər ki, vətən, ay xanım, məsəl üçün ona yazıb da bir yaşlı qadın, mən ayrılıram, mənim fikrim budur, mən bu qərarım qətidir, çox xahiş edirəm, bu işə heç kim qarışmasın mümkünsə. Yəni, gözəl şəkildə danışar. O boyda xanıma deyəsən ki, üzr istəyirəm, indi mən bunu məcburam deyim ki, heç kimə girib çıxanı yoxdur. Bu o deməkdir ki, subordinasiya itib burada. Yəni, bu insan fikirləşmir ki, mən nə danışıram? Mən yoldaşına demək ki, getsin daşa dırmaşılı söyüşlə var deyə burada. O mənə heç vaxt, yəni, mənə bu şəkildə bizim aramızda şeylər oldu. İndi bir dənə, siz bu nömrə var Bəli. Yoldaşınıza yazan, həmin o şəklini atan. O zəng eləmisiniz ona sonra? Yox, mən ona heç bir zəng eləməmişəm. Heç bir şey. Bir bəlkə yığaq, bir dənə yığaq prosta, mən özüm də danışım. Maraqlıdır ki, bir sual mənim maraqlıdır. Elə buradan da efirdən maraqlıdır ki, bu bilə-bilə ki, bu ailəlidir, evinə gəlir, yoldaşı ola, uşaqları ola. Daxil olur bu evə. Daxil olur kiminsə evinə. Baxın, böyük qızımın danışdığı söz prosta şokdur. Nədir? Bəyəkdir, yoxsa lap böyük? Böyük qızım, 14 yaşı var onun. Özü danışa bilər ki, o uşaq yazıq nə çəkir, yatır, özü də kök uşaqdır. İndi mən bilmirəm onu necə deyim, özü bildirsin, yoxsa mən deyim. Çağırın özü bildirsin uşaqların dilinə. Mən ona dilinə. qulaq asa bilmirəm. Qızım, əyləş orada, qurban sənə. Əyləş burada. Siz ailəlikcən namaz qılırsınız, uşaqlar. Bəli. Sən də qılırsan qızım. Allah qəbul eləsin. Mən cənab prezidentimizdən də xahiş edirəm, Mehriban xanımdan da xahiş edirəm. Bizim məsələmizə əncam çəkin. Necə əncam çəkilməsini istəyirsiniz? Bizə kömək eləyin. Bizi bu adam terrorizovat eləyib, mənim ailəmi bədbəxt elədi, mənim evimə belə bir şey salıb. Uşaq da danışır, qızım danış. Ataya bax danış. Mən gecə durdum, gördüm ki, kimsə ağırlıq var üstümdə, kimsə uzanıb üstümə. Mənim qızımın üstünə, bəli, Nail mənim. Sonra mən ayıldım, qorxdum. Anam dayanmışdı qapının ağzında, bu da tez durdu üstümdən. Hansı qapının təti? İspaniya, yatdığımız otağın qapısının ağzında. Koridorda. Sonra tez durdu üstümdən. Sonra mən yatdım təzədən, qorxdum, heç nə demədim sonra. Bu uşaqlar heç nə deməyib, Nail mənim. Bunlara hədə qorxma, ana yalvar yaxar eləyib. Nə deyib sənə? Danış. Yalvar yaxar eləyib ki, deməyin heç nə, o adam yoxsa gəlib hamımızı öldürər. Elə deyib, hə? Görsən, Nail mənim, bax bu belə deyib. Elə heç onu demirmiş ki, o qorxurdu. Qızım, nə görmüsən? O qabı yuyanda dedin, necə olur? Qab ya, şkafa, bir qabı şampunya şkafa baxırdı. Suda açıb daşırdı. Mən gəldim, bağladım. Nəsə fikirləşirdi, fikir eləyirdi. Aha, arıqlamağı haqqında mama nə görmüsünüz? Üzü zadı deyirdi. Üzü zadı çox arıqlanmışdı. Fikir eləməkdən, fikir Evdə necə olurdu gün ərzində? Onu da danış dedi. Yuxulayırdı bütün günü. Necə yatırdı deyirdi, nə belə? Başını divara söküb yatırdı. Aha. Səhərdən axşama kimi yuxulayırdı. Nəsə soruşanda siz? Biz nəsə soruşanda aqressiv cavab verirdi. Deyirdi, mənim də danışma həvəsim yoxdur, yer rədd olmuram. Əvvəllər belə olmuyor ananızın? Yox. Əvvəl yaxşı olub, yoxsa belə Heç vaxt belə Əvvəl yaxşı idi. Neçə vaxt ərzində dəyişib qızım? Bu axırıncı aylar ərzində dəyişib. Axırı vaxtlar. Siz təsəvvür, mən dedim, gedək gəzək. O getməmişdən bir gün əvvəl ailəvi. Nə gördünüz təti? Sonra gedib kuxnada kimsədən icazə alırdı telefonda ki, gedim, getməyim. Siz təsəvvür edin ki, bu səs bunu elə hala salıb ki, bu adam icazə alıb ki, ailəmlə gedim gəzməyə getməyim. Həmin o kişini tanıyırdı, görmüşdünüz qızım? Yox. Görməmişdiniz? Yox, görməmişdim. Xəbərimiz yox idi belə şeydən. Bacılarımız deyəndən sonra xəbərimiz oldu.
o şəkili görəndə onlar hamısı tanıdı uşaqlar ki, bax bu adam görmür də şəkildəkindən. bu qaranlıq olub yatıb, bu bərk yatan uşaqdır. Oyanıb ki, Üzerimdə kimsə var. bəli. Durub keçiblər bu yana, Durub sonra test keçiblər onu. bax belə bir dərdimiz var mənim. Yəni Çox, belə çox, belə adam məsuliyyətə cəlb olunsun. Xahiş edirəm. Mənim ailəmə bu cür təcavüz edən, mənim yoldaşım qorxur. Şəxs mənim övladlarım tanıdı. Bax bu adam bıçağı kəsib diriyib qoluna ki, kəsirəm qolumu götür telefonu. Yəni yoldaş elə bilər bu nömrədə yoldaşımdadır. Deməli burdan da yazıb ona. İndi hal-hazırda rayondadır. O bunun nömrəsinə çox güman ki, qara siyah yazıb. Bu səfər bura yazırmış. Elə bilib ki, bu da ondadır həmin nömrə. Götür bıçağı diriyib kəsirəm. Bu adam qorxu içində idi. Yoldaşım ağzını açıb danışa bilmir, dərdini deyə bilmir. Məsələ budur. Hal-hazırda çıxış yolunu ailəsini dağıtmaqda görür. Mən də artıq baxın bu uşaq da dedi, heç dərinliyi deməmişlər. Deyir ki, öldürərəm hamını və s. belə şeylərlə onun ailəsinə hədəliyib bu şəxs. Ola bilər ki, indi bax buradan mən öz fikirlərimi bildirirəm. Bəli. Ola bilər ki, sizin yoldaşınız uşaqların məsəl üçün təhlükəsizliyi üçün çıxıb gedib ki, həmin şəxs gəlib uşaqlara nəsə eləyə bilər. Beynimə gəlir, başım qarışır. Ola bilər ki, bəlkə də o narkotikin hər şey. Bu adam adi telefonu açsın deyənə qoluna bıçaq deyib mənim yoldaşıma şəkil göndərib ki, kəsəcəm, and ola yazıb burada. And ola Allaha kəsəcəm, aç telefonu. Siz təsəvvür edin ki, bu şəxs burada dayanırmış, bu bayırda, pəncərəmə daş atır, uşaqlar danışa bilər, daş atır və uşaqlar deyib ki, bu nədir belə ayana? Anası da deyib ki, qorxursuz, fikir vermiyor, nə səs də gəlir belə. Pəncərəmə bu qadını səhərə kimi ancaq bu şəkildə vahimədə saxlayırmış. O nə mənə deyə bilir, nə heç bir şey eləyə bilmir. Çıxış yolunu evdən başını götürüb qaçmaqda görüb. Ay, sağ ol. Məsələ budur. İndi mən də buradan istəyirəm ki, əgər qarşı tərəf də öz fikrini bildirmək istəyirsə, o da məni dəvət eləyə bilər. Bəli, hamısı açılmalıdır, aşkarlanmalıdır. Xanım da deyə bilər ki, Nail, zəhmət olmasa gəl, mən də öz fikrimi bildirim. Bayram düz demir, belədir. Bəli. Hə? Bəli, təbii ki. Qoy desin də. Yəni belə olmayıb, belədir. Mən bilmirəm axı, mən sizi tanımıram. Mən birinci dəfədir gəlmişəm. Bəli, bəli. Bəlkə siz yalan danışırsınız. Hər şey ola bilər. Bəlkə o düz deyir, ona görə. Mənə lazım olan odur ki, Nail müəllim, həqiqət üzə çıxsın. Bu şəxs cəzalandırılsın. Bəli. Mənim övladlarım yatan yerə, hansı özünə hörmət edən insan 7 uşaqlı evə girer. Bu şəxs belə əməllər törətmək. Heç bir kişi, heç bir. Mən ona görə deyirəm, o şəxs tapılsın, qanunvericiliyə təhvil verilsin. Qoy nədir üzə çıxsın həqiqət. O qadın da burada uşağa şiddət var, burada uşaqlara. O qadın qorxur, bəli, o qadın qorxur. Yoldaşımız, bəli. Çünki uşağım deyir ki, sil onu, sil də, bəs belə sözlər deyib ki, bəs demişdin, sil də. Bəlkə də ola bilər hansısa videosunu çəkir. Odur məsələ. Deyər ki, qorxudur ki, bax paylaşacaq, şantaj eləyir. Ola bilər. Burada açıq-aşkar şantajdır. Çünki bizim yaşam tərzimiz yoldaşımla, mən şən adamam deyən, gülən, onu çox istəyirəm. Yəni, axırıncı gündə dediyim kimi, gəzməkdən gəldik, alış-veriş elədik. Bu paxodu piyasa ola bilməzdi ki, sabahsı dursun, prosta qaçsın evdən. Can qardaş. Yəni, qaçan belə olur ki, hər hansısa bir tragediyadan qaçıb. Siz razısınız ki, təzədən ailənizi bərpa edib yenidən davam edirsiniz? Nail müəllim, deməli, burada insanın başına iş gələ bilər. Bəli. Mən bu, biraz geniş götürən adamım. Məsələn, adam var, deyir ki, bu qatıq qaradır, dedim, dedi ağdır, mən bu arvadı boşayıram. Mən onu eləyə bilmərəm. Çünki mənim 7 uşağım var, mən ailə sevər insanam. Mən, bilirsiniz, ailəmdən heç vaxt şübhələnməmişəm, yoldaşıma özüm kimi baxmışam ki, biz necəyik, mən necə bir insanım, o da elə insandır. Nə mən kənara gedən insanam, ona nəsə ziyan vuram ki, başqa, üzr istəyirəm, xanımlarla gəzdirəm, ailəm qalıb belə. Və o da mənim bu əməlimi dəyərləndirə biləcək bir insan olmalıydı, mən elə bilirdim. Heç onun mobil telefonunu yoxlamamışam indiyə kimi. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların
diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asılılığı və digər asılılıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim, bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bir-iki gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. 23 yıl uyuşturucuda istifadəm olub. Hani Azad Həyatda gördüm ki, gerçekten de sağalma var. Bu gördüyünüz nəticəmi 100%'dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz.